Salam dostlar, hər vaxtınız xeyir. Əgər xatırlayırsınızsa, bir neçə gün əvvəl liderlik sertifikatı almaq haqqında bir video paylaşmışdım. Həmən videoda liderlik kitabını bir nümunə kimi göstərmişdim. Və izləyicilərimizdən sayımız azalmasına baxmayaraq bu kitabı ilə maraqlananlar oldu. Mən də belə qərara gəldim ki, yalnız liderlik kitabı deyil, Harvard Business Review-nun oxunmalı onluq seriyasından müxtəlif mövzularda videolar hazırlayım. İlk öncə mən sizə özüm üçün topladığım 10 kitab setini belə deyək təqdim edirəm. Adları ilə əvvəlcə tanış olaq. Liderlik, innovasiya, strategiya, duygusal zəka, kendinizi yönətmək, doğru karar almaq, insan yönetimi, kariyer planı, kurum kültürü, girişimcilik. Bu videoda liderlik kitabı haqqında danışacağıq. Əvvəla bir məsələyə aydınlıq gətirək. Oxunmalı onluq deyirik. Burada 10 rəqəmi nəyi ifadə edir? Harvard Business Review ümumi idarə etmə mövzularına aid bir jurnaldır. İdarəçilik haqqında hər il yüzlərlə, minlərlə məqalə dərc olunur bu jurnalda. Bu məqalələrin içərisindən ən çox referans alan, ən çox maraq doğuran 10 məqaləni seçib kitab halında bizə təqdim edirlər. Əslində bu layihə bizim işimizi çox asanlaşdırır. Bir var ki, çox sayda məqalə oxuyaq, bir də var ki, tövsiyə olunan 10 məqaləni oxuyaq. Yəni ki, bu liderlik kitabı ki var bizim hal-hazırda üzərindən keçəcəyik. Bu liderlik kitabında liderlik haqqında tövsiyə olunan 10 məqalə ilə tanış olacağıq. Liderlik kitabında tövsiyə olunan 10 məqalənin adı ilə tanış olaq. Mündəricatın da şəklini çəkib ekranda yerləşdirəcəyim. Lideri lider edən nədir? Rəhbəri effektiv edən nədir? Liderlərin əsl işi, liderlik işi. Siz niyə kiməsə liderlik etməlisiniz? Liderlik putaları, 5-ci dərəcəli liderlik, təvazökarlıq və sərt əzmkarlığın qələbəsi, liderliyin 7 transformasiyası, içindəki özünə məxsus liderliyi tapmaq, natamam liderə alqış. İlk məqalə Daniel Golemanın lideri lider edən nədir məqaləsidir. Müəllif deyir ki, insan dünyadakı ən yaxşı təhsilə, iti analitik düşüncəyə və yeni ideyalarla dolub daşan beyinə malik ola bilər, amma emosional zəkası kasaddırsa, bütün bunlara baxmayaraq böyük lider ola bilməyəcək. Emosional zəkanın 5 komponentini qeyd edir. Özünü tanıma, özünü nizamlama, motivasiya, empatiya, sosial bacarıq. Ekranda kitabdakı cədvəli və həmçinin bir şəkildə paylaşacağım. Videonu burada saxlayıb ətraflı məlumat ala bilərsiniz. Bir məsələyə də toxunulur. Liderlər lider kimi doğulur. Yoxsa özlərini inkişaf etdirərək lider olurlar. Görəsən insanlar müəyyən səviyyədə empatiya hissi ilə dünyaya gəlir, yoxsa empatiyaya həyat təcrübələrinin nəticəsində yiyələnir. Yazır ki, hər ikisi doğrudur. Elm birmənalı şəkildə emosional zəkada genetik faktorun olduğunu deyir. Psixologiya və inkişaf araşdırması, təlim və tərbiyənin də burada rol oynadığını göstərir. Güclü liderin resepti IQ, texniki bacarıqlar və emosional zəka olaraq qeyd olunur. Bir zamanlar liderlərdə emosional zəkanın olması arzu olunan idi. İndi isə mütləq şərtdir. Sonunda qeyd edir ki, əslində sevinməliyik, emosional zəkaya sonradan da yiyələnmək mümkündür. Lakin bu asan deyil, çox vaxt ayırmalısan və özünü ona həsr etməlisən. Üstün emosional zəkaya sahib olmanın həm fərdin özünə, həm də çalışdığı şirkətə verəcəyi faydanı göz önünə gətirəndə bu zəhmətə qatlaşmağa dəyər. Növbəti məqalələrdə qadın liderlərdən, cavan və yaşlılardan, travmatik və travmatik olmayan puta hekayələrindən, müxtəlif məşhur şirkətlərdən, orada çalışanlardan və sair nümunələr çəkilir. Çox maraqlıdır. Təəssüf ki, hələ uzun videolar çəkə bilmirəm. Bu kitabda əksər məqalələrin yığcam izah adlanan hissələri var. Videonun sonunda onların şəklini çəkib ekranda yerləşdirəcəyim. İçindəki özünə məxsus liderliyi tapmaq məqaləsinin yığcam izahı yoxdur. Ona aid də bir cədvəl var, onu yerləşdirəcəyim. Şəkillərin üzərində diqqət etsəniz, yuxarıda məqalənin adını görəcəksiniz. Siz istədiyiniz yerdə videonu saxlayıb oxuya bilərsiniz. Dostlar, son söz olaraq subyektiv fikrimi demək istəyirəm. Lider olun, bunu sizə ürəkdən arzulayıram. Amma sırf lider olmaq üçün çalışmayın. İnsan olmaq, sevmək və sevilmək üçün çalışın. Xarakterinizin üzərində işləyin, egonu içinizdən çıxarın, başqalarına da dəyər verin. Belə olan halda sizə də dəyər verəcəklər, güvənəcəklər, seviləcəksiniz. Sevildiyiniz zaman isə həm dost, həm lider, həm də yaxşı rəhbər ola bilərsiniz.
və ən önəmlisi bu yolda səmimi olun. Növbəti videolarda görüşənədək özünüzə yaxşı baxın, Allah amanında qalın.